tətilə gedirsən, amma çantanı düzgün yığmasan, bütün planın dəyişə bilər. Yayda tətilə gedərkən aptekdən almalı olduğunuz əsas şeylər əslində çox sadədir, amma çox vacibdir. İlk olaraq, günəş qoruyucu SPF 50 mütləq olmalıdır. Günəşdən qorunmaq yalnız komfort yox, dərinin sağlamlığı üçün də vacibdir. İkinci vacib məhsul günəşdən sonra yanıqlara qarşı krem və dərini sakitləşdirmək üçün aloe vera gel, üzə sərinlik və nəmlənmə verən termosprey, artıq tərləmənin qarşısını alan antiperspirant. Mütləq çantanızda həşərat əleyhinə sprey olsun. Xüsusilə dəniz, meşə və ya tropik yerlərdə bu, sizi ciddi narahatlıqlardan qoruyur. Əlavə olaraq ağrıkəsici və qızdırmasalcı dərmanlar, allergiya dərmanları və mədə üçün preparatlar götürmək çox önəmlidir. Çünki iqlim və qidalanma dəyişir. Kiçik bir yardım seti də unutmayın. Plaster, antiseptik, sarğı, kiçik zədələr hər zaman ola bilər. Və son olaraq rehidratasiya tozları və ya elektrolitlər. İsti havada su itkisi çox olur və bunu balanslamaq çox vacibdir. Unutmayın, düzgün hazırlanmış kiçik bir aptek çantası ciddi problemlərin qarşısını alır.